Artıq ev almaq üçün müraciətləri Sima imza ilə etmək mümkündür. Bunun üçün ilk növbədə elektron hökumət portalı saytına daxil oluruq. Sağ yuxarı küncdə yerləşən portala giriş düyməsini seçirik. Açılan pəncərədə digər üsullar bölməsindən Sima imza ilə daxil oluruq. QR kodu skan etdikdən sonra şəxsi kabinetimiz açılır. Burada bir çox xidmət mövcuddur. Bütün xidmətləri, buradan isə Azərbaycan Respublikasının ipoteka və kredit zəmanət fondunu seçirik. Açılan siyahıda bu əməliyyatlardan birini seçmək mümkündür. İpoteka kreditinin verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi, sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi. Hazırda nümunə olaraq ipoteka kreditinin alınması bölməsini seçirik. Açılan səhifədə müraciətlər bölməsindən ipoteka kreditinin alınmasını seçdikdə, sistemə ilk dəfə giriş etdiyimiz zaman fərdi məlumatların işlənməsi üçün müvafiq sənədi Sima imza ilə imzalayırıq. Daha sonra isə kredit tarixçəsinə baxılması üçün razılıq ərizəsi ilə tanış olub, eyni qaydada onu da Sima imza ilə sürətli bir şəkildə imzalayırıq. Növbəti mərhələdə artıq müraciət üçün lazım olan məlumatlar üçün müxtəlif səhifələr olacaq. İlk olaraq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edirik. Daha sonra aktiv əlaqə nömrəsi və e-poçt ünvanını daxil edirik. Əlavə məlumatlar bölməsində iş yeri və kredit şərtləri ilə bağlı xanalar doldurulur. Növbəti iki səhifə isə gəlir və xərclər üçün nəzərdə tutulur. Bu səhifədə sistem bazada olan digər məlumatlara əsasən xanaları avtomatik doldurmuş olacaq. Lakin hər bir halda məlumatları nəzərdən keçirməkdə fayda var. Növbəti pəncərə arayışlar pəncərəsidir. Buradakı arayışları istəyə uyğun olaraq yükləyib saxlamaq mümkündür. Ehtiyac olmadığı halda birbaşa növbəti mərhələyə keçmək olar. Bu ən vacib və diqqətli olunmalı mərhələdir. Qeyd edək ki, bu pəncərə yalnız müraciət vaxtı aktiv olur. Burada siz kredit almaq istədiyiniz bankı, bankın filialını, kredit məbləğini, müddəti və ilkin ödəniş məbləğini seçərək müraciətinizi ünvanlaya bilərsiniz. Beləliklə, Sima imza vasitəsilə ipoteka və kirayə mənzil müraciətləri artıq daha rahat və sürətli formada həyata keçirilir. Ümid edirik faydalı oldu. Hər birinizə uğurlar.